verilişin sponsorları Ruski Vkus, AF Yaşayış Kompleksi, Qızılquyu Limanatları, Libro Toyuqları. Bu da bizim Bakımızdan 2200 kilometr aralıqda yerləşən, məşhur bazarlarıyla yaddaşımıza həkk olunan əziz Moskva. Son dəfə 2008-də Rusiyadan deportasiya olunan xala oğlular yenidən buralara ayaq basdılar. İstirahətə yox, çox vacib bir məsələyə görə. Bir daha buna bax sən canım. Balıq asatri. Bunun harasıdır balık? Akıl yok. Asatri. Ayşəmin. Get çiməkdən. Gəlməmiş ki yıxılaq yataq burada. Siz gedin öz istirahətinizlə məşğul olun da iki mən uzanmışam burada jurnalımı oxuyub istirahətimi edirəm. Məcburdur köşkü. Üzənmirsən. Quluncumu tut, quluncumu. Ata, ondan bir daha mənə nol. Ha, nol. Alo. 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 Сколько раз тебе повторю, не звони, да не звони. Не звони, все. Мозги сделала уже я, все, не звони. Забудь номер, все, сотри. Забудь, давай, пока. Bak. Gətir. Bir daha deyim, sən özü gətirsin. Yox da yeminə. Şöbəkə bir daha nol. Ne nol, nol. Pendindən. Keyfimin olmayan vaxtımda, şöşü. Ben gedirəm evə, eşitirsən? Siz istirahətinizi edin, mən keyfimizi adım, pozdular. Tüm bana. Ne oldu? Səndən bizə heç istirahət eləyən çıxmaz. Get ya. Getdirsən, getdir. Çim deyilən çimmi. Beni. Qələtir elə belimi o kadar. Sən də bax, otur. Eşitirsən, girəcəm suya. Məsələn, madana çıxarda sana. Balkona çıxdı yoxsa? Balkonda da yoxdur. Hara getdin, Ayşəm? Hara getdim? Telefonla da zəng çalır. Məsələn, madana çıx, gör bilmirəm sən iki qafdasan. Hədi çıx. Elə bilirsən səni tap. Salam əziz xalam oğlu Şöşü. Əgər sən bu məktubu oxuyursansa, deməli halal olsun sənə. Oxumağı axır ki öyrənmisən. Səndən bugünə kimi gizlətdiyim bir sir var. Ona görə həmişə utanmışam deməyə. Amma ucu vəziyyət kritikdir. El aləmə olan borclarıma görə, bankın kreditləri bu tərəfdən, alimentlər o tərəfdən, qonşulara olan borcum bu tərəfdən, bax elə buna görə də fikirləşdim ki, mən bu şəhərdən, bu gözəl məmləkətdən çıxım gedim məni həqiqətən sevən və mənə dəyər verən adamın yanına. Yadındadır, həmişə deyirdim ki, bir gün qaçıb gedəcəm Rusiyyətə. Sən də elə bilirdin ki, mırtdaşıram. Sonra səni öldürdüm, sən də dedin ki, yalandan səni öldürmə. Bax, onda mən yalan danışmırdım. Mən uca Rusiyyətdəyəm. Şirindən, ağsaqqaldan və ən əsası fəlakətdən müğayət ol. Vaxtında yeməyini, suyunu ver, həftədə bir dəfə də çimizdir. Didavay, paka, çeluyu, tvoy tyotin sın şəmi. Mənəm Ağsaqqal, haradasınız? Bu şanı qaçıb gedib, ki yoxdur. Məktub yazıb qoyub ki, bir də mən narahat eləməyim. Şiringil sənləndir? Davay, yığ uşaqlarım, dənə taksi tutum, gələyəm, görək hara get baxım. Nə bilim hara gedib, yazıb Moskvaya uçurum. Yaxşı, gəlirəm, taksi ilə. Girirəm, görürəm ki, otaqda məktub yazıb qoyub ki, məni bir də narahat eləmir. Cəhənnəmə yazıb, Qaragölə yazıb. Mən Moskvaya gəzməyə gedirəm. Mən şəhərdən heç bir əlaqəm yox. Mənə də orada öz tanışlarım dadım, onlara atacaqsan o vaxt. Sizi mən oraya gəzməyə aparmıram. Gedirik Şəmini konkret, Moskvadan götürürük, gəlirik. Eşitdin Fəli? Eşidirsən, məni yolda düşür, mənim işim çıxdı, mən gedəsi olmur. Gic danışma. Gic danışma. Neynəmsən axı bu iyi, nədən gəldin? Neynəyəcəm, mən bu yaşıma çatmışam, heç də eləməmişəm. Bu yaşıma çatmışam, hələ heç də eləməmişəm. Çox pis gəlir.
Mənə gəlmir, o mənə gəlmir. Əsas odur mənə gəlmir. Arada çim elə də, ağsaqqal. Çiməklə deyil, çiməklə deyil. Belə bəlkə başa düşür adam, eşsən. Belə bəlkə başa düşəndə o iyi mən də hiss edirəm ki, gəlir. Demişəm, eləmə belə şey. Yıxmısan buradasan diye. Köçü, bir dənə tanış adam tap, eşsən, bir dənə tanış adam tap. Gör, oranı mənə neçəyə verər, oranı almıyor, oranı başına verər. Məni niyə bu günə qoyursan, ha? Bəsdir də. Alın dana satırlar, havayı da alın dana oranı. Mən alayım sən al dana, nə fərq var? Hə. Ha, bu Şirinlə Ağsaqqalan, hə? Hə, onlar da bizlə gəlmişdi, doğrudan hə, eşsən, köçü. Onlara mən özümüzə biznes klası aldım. Onları bagaja gətirmək istirdim, yer yox idi dana. Onları da arxa yerdə almışam dana, onlar bizdən biraz geç satacaq. Onlar bizdən biraz geç satacaq. Ha, buyunussuz qoyun. Madem, sən bu bir samanı tutmuşuq da. Kimi deyil satmalıyım? Hə, madem də, eşsən. Qurban olum, haradasan, gəl çıx da, niyə məni bu tupoyla qoyursan? Tupoy, sən şəmi də varsan, ağzına gələn danışsan, şəmi. Telefonumu ver, görüm. Ev telefonun. Telefonumu deyirəm. Hansını deyirsən, o avtomat telefonu deyirsən? Mobilini, tupoy, mobilini mavi. İki işlər tupoysan, ağzına gələn danışsan, adam mobil telefonu üstündə gəzlər. Evə qoymuşam telefonu. Evə qoymuşam. Telefon üstündə. Qantırmaz idi deyən, dedim səndən yıxım. Əfəlləmək istirdim mən, əfəlləmək istirdim. Bunlar hara getdi axı, bunlar hara getdi. Buranı dəqiq satmırlar, mən buranı alardım. Gəl bura, gətir yanımda. Alo, Ağsaqqal. Siz hara getdiniz, hara yoxa çıxdınız axı? Hansı oteldə? Otel nədir? Yekə kişisiniz və biz danışdıq axı. Gələn kimi burada 4 dənə rus qızdan tanış oluruq. Nətər adamsınız siz? Gedirik axşam dolarda qalırıq, ekonom eləyirik də. Qabaqdadan planlaşdırmışdım. Niyə belə bilirsiniz axı? Dedim, rasxod eləməyin də. Yaxşı oteldə olun, gəlirik. Fəlakət, çıxqa baxma. Sən mənə demədin, bura haradır belə, bura haradır belə? Biz Urçetdəyik, Moskvada, Moskva. Moskva belə olur. Mənə deyirlər, mənim xəbərim yoxdur. Mən də deyirəm, buralar mənə tanış gəlmir, buralar haradır belə. Mənə də tanış gəlmir. Tuş qabağıma gedək. Tuş qabağa. Калинка, малинка, калинка моя, саду ягода, калинка, малинка моя. Şaparaqla ağzını üstən vuracaq məzələsən, baz kimi xarab Tək görmüsən məni, ev yox. Mən beynimi xarab edirsən, ev yox. Beynimi xarab edirsən, ev yox. Olsa beynim xarabdır, qurtduyub. Ev yox. Bütün mənim az gibi xarab eləmişsən. Bəxtini də gətirib ki, mən rus dilində bilmirəm. Ev yox, ev yox. Məni biyavır eləmə. Gətuş, şəmli tabaq hər şey yaxşı olacaq. Eşidirsən, o biyavır eləmə hansıdır, o şey eləyirsən, pis sözləri arxa-arxaya deyirsən, o biyavır eləmədi, hə? Bu sənin üzündən, gəl. Ya, mən nə bilim, bana deyirən ki, mən səni biyavır edirəm. Kanallara baksan, söyle haberlere bakın. Oynayır da öz üstüne oynayır da diyan da. Koy oradan kaşak haberlere bakın. Tanı. Şakirler koy. İnternete gir. Ay zaman alsın neydi lan? Kimdi? Şampans, şampans. Bu ne be? Siz gelmişsiniz. Neymişsən ha? Buna bak ha, Ağsaqqala bak ha. Yekə kişisən ha, adım var, sanım var. Moskva dincəlməyə gəlmişsiniz ha. Elime yorulmuş adam, boza kişiyim. Neyle var Ana ya? diyan, mən samolotda yatdım axı, yuxuya getdi. Yuxuda görürəm ki, skinheaddən şəmini aparırlar, uğrayırlar. Böyrəyini satırlar. Pul oyan bu yan, pulun yarısını gətirirlər bizə. Bizi dincəlir, qızlar, cimilər, o bar, bu bar. Sonra mənə uğrayırlar, pap satanda böyrəyimi. Yuxudan oyanıram. Yuxudan dururam. Ben de numara cizizler. Başım karaptı. Özde öyle şeyler
danışma. Yuxun için çıxar. O yazıq Şəmini öldürərlər. O da mənim ağsaqqalım. Ağsaqqadır. Moskva 1100 kvadrat metr ərazisi var. Azıb qalasız. Cik ağza gələn nə danışsan? Metr nə də? Bura kilometrdir, Moskvadır bura. Ağza gələn danışma. Kvadrat metr rayonda olur. Bura şəhərdir. Moskva şəhəri. Burası üçün Bakıdır. Balaca yerdir. Tutur adamı aparırlar. Eşidirsən ağsaqqal. Mənə dəxli yox. Gəlin belə bir plan düzək. Spetsnaz kimi otururuq bir dənə plan düzürük. İki-ikiyə bölünürük. Sevastopol tərəfə biri, Nijni Novgorod tərəfə biri. Kim hara kimlə? Necə? Sən ağsaqqalla, fəlakət mənlə. Bölüşürük, Şəmini küçələrdə peşkom axtarıb tapmalıyıq. Heç bir maşına oturdu yoxdur. Ben istifadə edə Peşkom, bu havada, bu soyuqda, qarda, ağsaqqal peşkom gəlsin bütün Moskvanı. Ha? Ağsaqqal, ürəyim. Ürəyim. Ana nə dedi sana? Ürəyim. Ölürəm. Ana nə oldu? Davlenya. Gəl uzat bunu. Qulaq, burun. Mədə qastrit, hamısı ağrıyır. Çox pis sərəməz. Buna bax görürsən. Bəlkə öldüm. Ana hara ölürsən Allah ayırır. Bilmirəm, dərk bilmirəm, çox pis. Pulumun olmayan vaxtda. Bəlkə ola bilər öldüm. Ana dərman skorumu kor. Mənim bir şey Ürəyim pulum. ağrıyır. Gəl bura Şirin, bura gəl. Bax, eşidirsən? Buradan skorun tolka pulunu verirsən. Bax, bir köpük xərcləmirsən. Bu nədir belə? aradan. Bu kartdır, bankomata salıb pul çıxardırsan. Skorun pulu verəndən sonra başqa şeyə xərcləməyin ha. Yox, elə ölür yazıq. Acı beləsən, klokda Ruski vkus kalbasalar var. Düşürsən aşağıdan 20 köpdə çörək alırsan. Soxsot da istəsəz kınatdan doldurun içine. Eşitdin ha? Bəlkə məndə qalın. Sağalan kimi düşür küçələrə kəmir axtarın. Biraz buna səs olma. Bəlkə məndə qalın. Çox sərəmir. Ürəyim, vay ürəyim partlayır. Ürəyim, nədir getdilər də, nədir? Bura Moskvadır. İti veriyəsən sonra səni axtarıb tapamayacağam. Bildim, eşitsən məni. Sən də mənə de görüm, bu Şəmiyə rus dilində nə deyirlər? Şəmiyə. Petrushka. Petrushka, yaxşı qoy olsun. Nə Petrushka, Şəmiyə rus dilində Şəmi deyirlər. Şəmiyə Sən rus dilində vapşı Şəmi. danışma, danışıb zibil eləyirsən. Heç nə lazım deyil. Sən bilirsən nə? Tapdın Şəmini, heç nə lazım deyil. Biz bura sən niyə girmişik? Çöldə qar yağır, soyuqdur. Yazığım gəldi. Dedim ki, biraz burada bir qumun içində biraz isinə eləyək, təzədən çıxaq axtaraq. Ağza gələn nə danışsan, qum var burada gizli danışsan. Buranın adı qumdur. Qastan su, un vermək Moskva. Mən rus dilində bilmirəm. Mən rus dilində bilmirəm. Gedib girib mağazində heç kimdən soruşma ki, Şəmiyi mənə neçəyə verəsən. Bunlar onsuz da heç nə başa düşmür. Sən belə elə. Çıxırıq çölə. Çıxırıq çölə. Harda Azərbaycanlı gördün, yaxınlaşırsan deyirsən ki, salam əleykum. Bəlkə Şəm müəllimi görmüsüz hardasa, eləmisiniz? Bəlkə kimsə xəbər tutdu. Rus dilində soruşum, rus dilində soruşum. Azərbaycanca soruş. Yox, dedim Moskvada, da Rusetdə idi. Eşitsən, onda sən belə elə. Gəbra sənə bir məsləhət verim. Çıxırsan çölə, orada Azərbaycanlılar zad olur da, onlara yaxınlaş, özdə toyluq eləmə Azərbaycan dilində. Denən ki, Şəmini görməmisiniz, Şəmini görməmisiniz. Yaxşı, hə. Sənin canın üçün demirəm, Şəminin canı üçün bu saat ağzının üstündən bir dənə belə... Yox, narahat olma. Gəl kapat. Gəl bura bana da keçdə, hər nə ol, bana tiş qalağıma da. Bu soyuğun cırhacırında məni salmışsan bu küçələrə. Tanımıram heç buralar haralardır. Mən Şəmini yerin deşiyindən də olsa tapacam, fəlakət. Anla, başa düş, atupo. Tapaq dana, tapaq. Mən nə deyirəm, tapaq dana. Birinci gəl yerin deşiyini tapaq, yerin deşiyini tapaq. Sonra deyir Şəmini tapaq. Mən nə deyirəm? Niyə məni bu günə qoyursan? Mən sana deyirəm ki, mən sana deyirəm. Gedib yapışmısan o arvatdan ki, Şəmi bura gəl, mənə də qışqırırsan ki, Şəmini tapdım. 120 kilo arvatdır o, Şəmi yox şöyle. Eşidirsən, mən onu arxadan gördüm da, arxadan gördüm. Arxadan Şəmi yoxşatdım da, mən nə bilim. Arxadan Şəmi yoxşatdım. Bu günə qoyursan? Ay skixetlər, gəlin bunu tutun apar. Tut qağına getir. Sana deyən var idi, gül kimi Azərbaycanda hamı səni sevirdi. Salmısan məni bu fəlakətin əlində qalmış. Salam əleykum qardaş, Şəmini görməmsən.
Salam aleyküm. Ay tupoy, Şəmini görməmisən nə də? Demədin Azərbaycanlılardan soruş. Sən də Azərbaycanlısan da. Səndən soruşmayım, kimdən soruşmuyorum. Ay tupoy, ikimiz də bir yerdə axtarırıq. Maşında nazirətdən vaz kimi xarab eləmə. Ey, hardasınız ay skinheadlər? Gəlin məni öldürün, qurban olum. İndi skinhead axtaracağıq, deyəm Şəmini tapaq, sonra skinheadlər Eşitsən, axtaracaq. vaz kimi xarab eləmə. Tüş qabağıma gedək görək nə olur. Mazmunu xarab eləmə, rus dilindədir, onu mən bilmirəm. Alo. Здравствуйте. Нам виски, çakır, vino, kraslı vino, fransuski. Fransuski, fistашки. Yemək içmək, şokolad, şampanski. Devitski. Devitski, можно сейчас. Seçmə ya da. Yaxşı ana. Jdu. Gəlirlər. Cirçim içi verirsən. Cirçim. Sən de içim də. Cirçim mən içməcəm. Nəyə görə müştəri mənə zəng edib deməlidir ki, Şəmi, sənin kalbasaların dişlənmiş gəlir bizim mağazaya? Ha? Kim dişləyib o kalbasanı boynuna alsın? Bax, indi deyirəm. Hə, mənim dişim var, mən o kalbasanı dişləyim. Bir dəfə iynəmişəm, amma özümü saxlamışam. Olar, o eşitsən, Axsaqqal. Bəlkə mən dişləmişəm, xəbərim yoxdur. Bu ay hamınızın maaşından 50% gedəcəm, onda ağlınız başınıza gələcək. Şöşü, səndən vapşi 90% keçsin. Çünki neyləmişəm? Çünki bu işlərin başında sənsən, sənə tapşırmışam hər şey. Bir də yanım, bir də olan söz deyim, qurban mənim pis başa düşməyin. Prosta o da gördüyüm, o tadı o qədər yaxşıdır ki, nəfsim keçmədi, qırağından dişlədim. Bu kalbas. Sən dişləmsən. Mən dişlədim. Sponsor Ruski Vkus. Deyəndə beynimi xarab eləyir. Deyəndə bir 5 dəqiqə deyəndə. Nə olub ha? Sən dedim bunu işə götürməyək. Nə olub? Yenə nə qayırıb? Gedib zibillikdən putulka yığıb çaparımız davat verəcəm. Buna bax. Fəlakət. Sən işə götürmə nə dedik sənə? Bilirəm. Bu butulkaları yığıram ki, boş butulkaları aparım verimizdə vatayım, pul qazandılar, pul qazandılar. Tupoy gedə sən nə qədər başa salaq ki, bu butulkalar bir dəfə istifadə olundu, vəsə tullanır, da ikinci dəfə istehsal olunmur. Elə olur. O vaxtı, o uşaq vaxtı mən oğurluyordum, butulkada oğurluyordum. O vaxtı idi, indi bu vaxtı. İndi o vaxt öyle, hə? Eşitən. Mən bir 80 dənə, 90 dənə şey yığmışam, butulka yığmışam. Səncə onları zavat eləyək, sonra tay yığmayacam. Yaxşı dənə az danışmayın. Şeşir, yola sal. Hələ bunu Hə. apar o putulkaları tulla zibilliyə. Bildin? Tupoy sən niyə tulluyuram? Aparıb zavat eləyərəm, deyil mi? Aparıb zavat eləyərəm. Verilişin sponsoru Qızılquyu limonadları. Beynimi xarab eləyir ha. Beynimi xarab eləmə ha, mənim beynimi xarab eləyir. Sən taksi şoförünün boynuna niyə yumruqla vurursun? Beynimi xarab eləyir, görmüsən? Mənlə nə danışır? Beynimi xarab eləyir. Fəlakət. Mən beynimi xarab eləməsin. Sən məni zibilə salasın, ay fəlakət. Niyə taksi şoförünün boynuna dumbuzla vurursun? Görmüsən mənə beynimi xarab eləyir, mənlə rus dilində danışır. Mənə niyə rus dilində danışır? Bilir ki, rus dilini bilmirəm. Ona görə mənlə məzələnir, Ay fəlakət. O rus, dana rus dilində bilir. O sənin dilini bilmir. O ruslu mən ruslu öyle ki. O ruslu mən ruslu öyle. Mən yeni rus dilində danışır. Mən beynimi xarab eləməsin. Məni dəli eləmə, Mən eşitirsən? beynimi xarab eləmə. Sən də mənim beynimi xarab eləmə ha. Şapalağı ağzının üstündən qoyacağım, ağzın partlayacaq. Eşitirsən məni? Məni burada zibilə salma. Cəmi cümü 500.000 dollar pulumuz var. Elə ki, Şəmini tapandan sonra da gedək bir Ruski banyoya, qəşəng özümüzü oxalatdıraq, seləkdirək, görmədiyimiz günləri görək. Narahat olma, Sən nadoz yerdədir, yəni yaxşı yerə saxlamısan pulu. Nadoz nə demək? Yəni sağ verdim ki, o pulu saxla, səndədir pul. Narahat olma, o pul yaxşı yerə qoymuşam, güvənilir yerdədir. Narahat olma, heç sən də tapanmazsan. Yenə də nəyəsə yaradın, tumanın altda mı ciddən? Yox, narahat olma, lap yaxşı yerə qoymuşam. Hara qoymuşsun, qadan? Eşidirsən, eşitib eləyən olar. O taksi ilə getmirdi, taksi ilə. Orada gördüm taksi şoförü qabağa baxır yoladan, götürdüm pulu, qoydum onun sirenyasının altına ki, görməsin. Narahat olma, heç kimin xəbəri yoxdur. Nə danışırsan sən? Sənin başın xarabdır, nə xarabsan sən? Narahat olmadan xəbəri yoxdur, narahat olma. O, heç vaxt tapanmaz, narahat olma, heç vaxt tapanmaz. Bir il axtarsa onun altında tapanmaz. Sən məni bura yığmısan. Narahat olmadan, bura gəl söydür. Maşının nömrəsini götürmüşəm də, narahat olmadan. Təcələ gələn biz onu tapaq. Deməli, yaz, mən deyirəm sən yaz. Deməli, ağı idi yuxarısı. Ortasından şey gedirdi, gölge edirdi, bir də qırmızı bayrağı idi, eşitlər. Deyəm, görüm, bu saat qoyacam, görüm, o taksi ala Eşitsən, o sirenyanın altına qoymuşsan, taksi sirenyasının altına.
Ha, çok pis, çok pis. Çok pis seyrem özümü. Ürəyim bulanır, burnum ağrır. Hakim de geldi baktı, dedi vəziyyət Rusçadır. Siz axtarın, mənə çıxmaq olmaz. Ha, bir dənə görsən rasistçi karamel al o. Al o. Rasistçi karamel al mənə. Sağ ol. Diskoteka продолжается! One, two, three, go! Mən özüm Moskvada tez-tez ollam da. Bu Moskva başqa cürdür. Burada yayın istisində qar yağır. Yayın istisində qar yağır. Gel buraya. Ona görə öldürəsən bu axı. Moskvanı sən Rusiya ilə qatışdırmayıb. Burada yayın istisində bir də görsən qar yağır. Yayın istisində qar yağır. Hə. Tut oy. Hə. İndi nə qarajıyıq bu Moskvada? Pulu qoydum taksidə çıxdı getdi. Nə qarajam mən? Hə yox, yerim billəmdən o taksinin altında qoymuşam sireni, tapanmayacaq. Sən mənə calayanın dişli soyacam bu saat. Lap elə, hə. Hə. Gedirik burada Azərbaycanların yaxında bazarı var. Hə. Gedirik bazara. Hə. Sen arabadan zaten tutup bir işləyərsən pul qazanaq. Mən. Armut, в общем, iş görürük. Mən rus dilində bilmirəm axı, nətər işləyəcəm orada? Mən rus Hə, dilində. Azərbaycandan bazarı deyirəm. Başa düşdün, tupur. Hə, Moskva deyə ona görə dedim. Moskvada. Hə, yaxşı. В общем, pul qazanmaq lazımdır. Özün elə ki, güya vapça bura gələndə pulumuz yox idi. Sən də dəhşət adamsan, Moskvaya gəlsən cibinə pul qoy da, Moskvaya gələndə adam cibinə pul qoyar. Adam cibinə. Apardım qoydum taksiyə. Mənim xəbərim yoxdur da elə şeydə. Gəlin görək yaxşı yeyilmiş kələmlərimiz var. Gəlin görək. Bir klet yoxdur orada. Gəlin görək. Yaxın dur. Qəşəng eşidirsən? Hə, bax. O bir dəfə işlənib o, dadlıdır o, qəşəngdir. Сколько картошка у вас стоит? Hə, indi bunu mən nətər başa salım? Nə deyir o? Nətər o? Картошка у вас сколько стоит? Kartoşkadır, əla kartoşkadır. Götür. Bax eşidirsən? Burada qəşəng səmənələrimiz var. Pilçoskasının zadını səhər uflatqa verirlər. Gör nə dadlıdır, bax qəşəng daha. А что это такое? Eta, nətər deyim mən ona? Eta elə bir səməni də, tiya. Başa düşdün nətəri? Tima bilandır, tiyaya. Nətər eləyim, mən yenə zibilət düşdüm. Вы по-русски можете объяснить, что это такое? Məzələnsən mənlə, mən sənlə niyə rus dilində danışmalıyam ki? Niyə rus dilində danışmalıyam? Məzələnsən mənlə, insandan xoşum gəldiyə sən mənlə məzələnməlisən, hə? Что это такое? Hə, bunu mən zibilət düşdüm, mən nətər başa saldım. Elə bir ki, kartoşka, armud, sonra nə bilirdim, hə, o Уважаемый. mandarin. Уважаемый. Ağza gələn danışma, uvacamızdan ağza gələn danışma, uvacamızdan. Mən beynimi Нет, xarab. это невозможно. Спасибо, до свидания. Deyirəm ağza gələn danışma. Спасибо. Spasiba zan, ağza gələn danışma, mən beynimi xarab eləmə. Beynimi xarab elə. Gərək öyrənərdim rus dilini vaxtında. Ayşe, iди сюда донор покупай. Ay köpək oğlu. Gel. Höfsan toyuğu, Govsanski kuritsa. Bəh. Takoy dönərlikdə nə tu? Daray, nay. Можно одну шаурму в сырном? Конечно, ты что? Шаурма istəyirsən? Boş üstə. Luk, все, там olsun. Без лука хорошо, сейчас минуточку. Опять минут, сейчас все. Tek var. Qəşəng yeməli kartoşkalarımız var. Alan allanar, evdə danlanar. Gəl görüm. Gəlay müştəri, подходи народ свой огород. Кто купит, дома не будут обманывать. Все будут золотые зубы. Картошка. Иди сюда, тетя. Хорош картошка. Посмотри, чистый кадабекский картошка. Бывает разные
белый, красный, Так, я Девский. Тогда Красная площадь есть, знаете, да, Москва Красная площадь. есть. O saati ya построил. Я сам gedirəm, saat построил, Красная площадь, kukuşku поставил, özü kodlanır saatin əvvəlində. Тогда был я, Aşıq Ədalət, Namik Qaraçuxurlu, Mesti Xadili Germaniya, Berlin. Ya gitlərə, takoy şapalağı darır. Gitler şapalak. Глаза, хырда пул искра выходил. Вы тогда ребенком были, ваш дедушка знает. Он мне сказал, что Аксакка, ты пришел, сам бензин убирать, война закончим. Канистр. Да. Я взял канистр, пошел Сталин. Сталин сказал, бas давай потанцуем. Gel otur. Bu ne be? Gel otur. Yolun kırağında durursan gel otur getdik. Gel otur. Bu ne be? Bu maşın nerede var? Ay felaket. Birden bu maşın oğurluq zad olar ha. Tüpo şeysən gedib bu skilketlərin zabinlərindən oğurlarsan. Sən başın çatmır Yavaş, sən. Tom. Ağza gələ. Mən sənin üçün oğru zamanı pişdik danışım sənin üçün. Nə oğurlamsan? Maşın adam oğurlayar. Mən burada eşitsən məni, şöşü. Sana deyirəm, heç kim eşitməsin. Yavaş tormuz ver. Narahat olmayıb poyuz özünə tormuz ver. Yəni buradan bəlkə dönək. Dönək. Burada mənim bahalı dostlarım var. Bunu vurum. Eşitirsən, mənim burada bahalı dostlarım var. İlqardır. Tanıyırsan İlqarı? Tanıyırsan? Aşkım İlqar. Aşkım İlqardır. Sonra mənim burada dostum var, Məhərrəm var, bahalı dostlarımdan biri. Məhərrəm, Sonra mənim dostum var, Vaqif. Tanıyırsan da Vaqifdir. Tanıyırıq. Mənim burada dostlarım çox deyil, qardaş. Burada maşındır, evdir, məndə problem deyil ki. Sonra Qardabandan mənim yaxın dostlarım var burada. Felaket. Sən axır ki bir işə yaradın da. Felaket. Başqa vaxt gözünü belə dombaldırsan. Qocar vatdı, vurmuşdun. Onu onu vuranda xal vermir ki, ha. Onu keçən də öyrəndim. Onu vuranda xal vermir, ha. Felaket. Bu doğulçu maşındır. İqra deyil. Məni zibilə salma. Narahat olmayın. Bu maşın eşidirsən. Bu maşın sən fikirləşdiyin maşınlardan deyil, ha. Bu maşını buraxırsan öz başına çıxır gedir. Elə maşın var, ay felaket. Var, dostlarım mənim demirəm. Burada dostu bahalı dostlarım var. Девочки, вы из Казахстана gelmişsiniz да, ha? Вот приезжайте ко мне в Баку. У меня в Баку большой заправка есть большой отель. Gelin bir yerde отдыхать будем. Deniz kırağı поедем, помидор, yumurta, kabak, покушаем. Ana more. More есть, у нас есть море. Şimdi elə buradan çıxıb hamımız gedəcəyik moreyə. Hamımız. Ana bir. Ana ne oldu? Niye korkursan, niye korkmadan düşürük, korkma. Neden korksan ki, neden korksan? Dəhşət səni, nədən qorxsan ki? Nədən qorxsan ki? Mən gör, neçə ildir maşını sürürəm, narahat olmayın, narahat olma. Tupoy, belə maşın sürərlər, 3 dəfə polis maşınını vurmuşdular. Sən görmək kimdir? Dostumdur, bu yaxın dostlarımdan biridir. Kimdir? Bir saat oldu. Yaxşı, gətirirəm. Yaxşı.
He. Kimdə, nədir? Hə bu Şamı tapırıq. yox, bu dostlarım yox idi. Mənim dostlarım var Hə, axı burada. Bu maşını- maşını deyir gətir qaytar 1 saat olub. Bu arendaya götürmüşdüm axı maşını. Bayaq bazardan pul qazanmadım şökün. Və arendaya götürdüm. Nə maşını arendaya götürmüşəm. Sən nə qarıbsan? Bazarda qazandığımız pulu maşına ver. Belə piyada gəzək. Qoysa sən. Moskva deyir bura, Moskvadır. Otur gedək, otur. Değişti devran acan acan her taraf her yan acan acan Değişti devran acan acan her taraf her yan acan acan Niyə məni bu günə qoyursan? Ay İvan, ay Petrol, ay Tupo. Qoy mənim adım İvandır, gic danışdan. Demədim adım fəlakətdir. Ay gəl bura görüm. Ay Şəmi, ay Şəmi. Ay sən burada durmuşsun, ay kişi, ay Şəmi. Gəl çıxaq gedək də, Ay gəl çıxaq. Şəmi budur da, Tupo, Şəmi budur. Bu şən budur. Ay Şəmi. Bağış deyişəm, əlində kulok var, dəyişik salmış. Ay kişi. Nə olur da sən bizə deməmiş çıxıb gəlirsən Moskvaya. Yaxşın, ana yaxşın. Sözünüz atınız başınıza nə? Bakıdasan yoxsa kəndəsən nə Evim olur? suyun içindədir, bütün Moskvada sən Hə, axtarmışam. Moskva deyir bura, Rusiyyətdir bura, biraz aralı dur. Deyən mənə sən də. Məni infakt edib, bütün günü Siz sən hardan gəlib çıxmışsınız? Siz hardan məni tapmışsınız? Ay Şəmi, qadanam. Hə. Düşmüşük Moskvanın canına. He. Hamımız səni axtarıq. Nə oldu deməmiş çıxıb getmisən sən mən qalmışam ayaq. Yaxşı eləmişəm. O nə həyat idi, o nə yaşayış idi, mən yaşayırdım. Hə, nə olmuşdu Gürcü? Nə olmuşdu? Nə olmuşdu? Bu, mən gəlmişəm burada çöküb. Rusiyyətdə öz həyatımı yaşayıram. Bütün telefonları söndürmüşəm, sim kartlarımı hamısını qırmışam. Gəlmişəm burada öz həyatımı yaşayıram, öz ailəm. Yox. Ay Şəmi. Hə. Hə, mən sənin xalan oğlu Şöşüyəm. Sən belə döydün. Sana nə oldu birdən-birə? Sən bizə deməmiş, eləməmiş. Nəyə durdun gəldin Moskvaya birdən-birə? Hadi biraz dinlətər başa salım. Ay, qulağını ötərək, Hə, qulağını deyəm görüm. Qulağını Hə, birdən deməzsən bizə nəsə problemimiz adını var, hə? Nə olur? Xalan oğlu nə edən sən, ay kişi? Yəni görüm, ay yadındadır mı? Bu 90-cı illərin ortaları idi, gəlmişdik. İki xala oğlu Moskvaya. Mənim xəbərim yox. Hə, yaxşı ara oldu. Deyən mənə fəlakət, deyən. Hə, o vaxt yadındadır gəlmişdik. Bu Moskvaya. Sən dedim, şu sür o 17-ci blokun qabağına mənim yuxarıda bir balaca 15 dəqiqə 20 dəqiqəlik işim var. Yadındadır mı? Hə. Elə o hadisədən sonra Nə olur, Belediydə mənim bir ailəm meydana gəldi, bir övladım dünyaya gəldi. Hə, o qızım da böyük, maşallah böyük qızdır. Hə, ona görə gəlmişəm ailəmə yəli eləyim, yedim. Bəs sənin kənddə 2 dənə arvadın var. Onları turist gəlib bura Rus arvad alıbsan, hə? Yaxşı da nə bu? Tutamırsan sən? Hə, onsuz da o qalmaqaldan gücünə başımı ayırmışdım. Hə, xoşgədəm zat düşüb bu işin üstünə. Hə. Məni bütün cəmaatın içində biabır eləmək istəyirdi ki, Şəmi 2 dənə arvadını kənddə atıb qaçıb Rusiyaya. Hə, mən ona görə telefonlarımı zadıma heç birini şey eləmişəm də söndürmüşəm hamısını da. Qaçıb gizlənmişəm burada. Eşidirsən? Hə, bu məni bütün günü burada hələ-hələ yeyib, uje da infaq vurub. Hə, az danışın. Mənim ailəm gözləyir, arvad uşağım gözləyir evdə. Mən gedirəm öz ailəmin yanına. Qoy mən də bir məsləhət vermişəm ya. Hə. İşte. Hə. 17-ci blok hansı tərəfdədir? Onun bir qabağına. Hə, yaz danış görüm. Cəhənnəm orada. Eşidirsən? Sən belə döydün, hə? Sənin nəsə olub, sənin xəbərin yoxdur. Sən öz doğma xalan oğlunu Hə, tanımırsan. yaxşı, gəlin. Gəl, bizə çaydan sonra gəl. Zayes. Степашка. Степашка. Велосипед. Велосипед. Степашка. Хороша. А это тебе на такси, старый козел. Eşidirsən? Nə qəşəyib, hə bu, nə qəşəyib. Arvaddan ayıqdır. Hə, yaxşılıq qurtardınız söhbətlərinizi. Bayaqdan qəşəng evdir. Çox gözəl evin var. Özdə Şəmi, sağlığına qismət. Ay, bu nətər tikibsən? Əziyyət çəkmişəm, alın təri tökmüşəm. Valya ilə əl-ələ vermişik. Nə bilim, qəpik quruşumuzu yığmışıq. Valyanın bütün uşaqlarımızın pulu, nə bilim, pensiya, hər şey yığmışıq. Valya hansıdır? Hansıdır Valya? Valya arvadıdır, yanında oturur. Valya, помнишь,
я тебе давно говорил, что родственник есть, мой тетин сын есть. Они пришли на Москву и меня нашли. Я хочу, uşaqlar, istəyirəm sizi tanış eləyim, rus dilində bilənlər. Rus dilində danışmadan, Azərbaycan dilində danış, biz də başlayırıq. Eşitirsən? Qatılma ha, tanışalım. Vaля, это Şoşu, moj tyotin сын. Radio познакомиться. Yaxşı. Bunlarda belə tanırsan. Dur. Его orijinal imya Şöhrət. Şoşu говорим, да. А это фелакет. Я перевод назначается катастрофа, ужас, там, ne bileyim, urag. Da. Uşaqlar tanış olun. Bu da mənim ümumiyyətlə Rusiyyətdə olmağımın başlıca səbəbkarı. Gülmən tutdan o dediyi o. Mənim Rusiyyətdə olmağımın başlıca səbəbkarı bax budur, bu insandır, Valya. Moy serca, moy ürək, moy nə bilim dirək. Sən yeyib-içmək olmayacaq. Şami. Sənin qadan alaram. Çox sağ ol ki, sən bizi gətirdin, ailə ilə tanış elədin. Yəni bir çaydan, çörəkdən bizə bir. Nətər sırtıq adamsınız, Valya, çay prinsipindən. Orada almışdım hep ayaqları, sumkanın içində paşka, внутри paşka. İşte. Nə deyir, nə deyir? Bir dəqiqə yanında. Özünüzü apara bilmirsiniz. Nə qardıq ki? Sizə hələ bura evə gələndə mən təlimatlandırdım ki, bizim ailəmiz sivilli, mədəni ailədir. Gəlmisiniz, ağzınıza gələni burada danışırsınız. Gəlmisiniz, nə bilim, əlini öpürsən, nə bilim, nə qayırırsan. Sən də doğrudan arvaddır bunu. Hadi, həyat yoldaşıdır. Elə bir zarafat edir ya. Üstədə bəs belə şeydir ki, yəni bizdə o mas öpürlər. Əlindən öpür, yəni centilmeniski. Bir dəqiqə dayanın, bir dəqiqə dayanın. Mən xahiş edirəm. Fəlakət, şöşə. Çayınızı içirsiniz, durursuz cəhənnəm olursunuz. Eşlisən, Şəmi. Ay, spasibo ti. Спасибо тебе. Помнишь, я говорил, что детство вместе были, мы вместе прошло наше детство. У нас один горшок был. Мы делили горшок. Yarısı, половина его был горшок, половина мой был горшок. Yani мы ruki pajvat, o da хорошо готовили. Sağ ol Ayvaля, sağ ol. Eşidirsən Şəmi? Elə sənin o arvadından o hə. Arvadını gördüm, yadına düşdüm. Mən də burada bir sevgili tapmışam, təzə bir dənə qız tapmışam. Düzdür, biraz evdə yalan zad danışır, biraz atası tupoydu, eşitsən, atası tupoydu da. Keçən dəfə gecə saat 3-də ona demişəm ki, gecə saat 3-də dənizin qırağına gələrsən, görüşərik də, hə. Atası zəng eləyib, atasına deyir ki, papa dərsdəyəm. Gecə saat 3-də görünə dərs tupoydu. Atası da tupoydu. Yox, oradan istədim. Burada şəkilləri var, o gün makyajə 3 şəkillərini göndərmiş. Bax, görünətədir. Danışma, heç hananın yeridir. Qəşək düşüb orada, fikir ver. İstədiyim qız, əsl istədiyim qız. Sən başın xarab deyək, gicdi bu. Niyə xoşun gəldi? Olya dör bu. Hə, Olyaddan o. Orada lüt şəkillər də var. Ver oxusun da bu. Türkiyədə, bu Olya mənim bax Valyadan olan qızımdır. Mangol gedə. Oradan deyil. Hədiyən görüm, hə. Eşidirsən, Şəmi? Üzvə tərifləmək olmasın. Üzvə tərifləmək olmasın. Çox mərfətli qanacaqlı qızdır. Deməyim. Sil tutub səndən heç bir şəkillər. Eşidirsən, Şəmi? O gün bardan çıxırdıq. Gördüm ki, çox tərbiyəli qızdır. O bardan çıxanda elə resk ağlıma gəldi ki, atalar vaxtında yaxşı deyir. Qız başın yox nətərdir? Qız ağac yox nətərdir o? Deyir ağac bar verdikdə başını aşağı verər. Bu da bardan çıxır da, elə bardan çıxır. Hadi bəs ağzına gələn danış. Heç hananın yeridir. Gəlmişik biz başqa söhbətə. Ay Şəmi, sənin qadan alım. Bəs biz hamımız qoxuma əqrəbi yığıldıq ki, gələk Moskvaya səni dilə gətirək qadan alım. Qayıt Bakıya da. Şöşü. Mən heç yerə getmirəm. Sonra cəhənnəm ol çayınızı için gizləyirsə ikiniz hə. Bu gətir evinə, gətirinəm çay ver. Nə bilim hə, bahalı naz nemətlər dök qabaqlarına. Onları gəlsin ağızlarına gələn. Yaxşı. Eşsən, o Valya var idi ha o. Valya ona denə çay versin. Yaxşı, əlizi bir qadan alım. Ay, bizim xalamız oğlu əldən gedir, xəbərin yoxdur. Hə? Ay, Şəmi getdi mi? Dur gəl bura. Gəl bura. Gəl bura, dana, gəl bura. Gələm dana deyən görüm. Hə, gəl bura. Kömək lazımdır, gəl bura. Gəl bura. Hə. Yox, bu yox. Belə dur görüm, hə, gör. Hə. Oradan bax Şəmi gəlsəm hə. Şəmi hansıydı o? Hə. Bax, o qapını görürsən. Hə. Bunu tut, durursan qapının qırağında. Mən gedib Şəminin başını bişirəcəm. Da başqa variantımız yoxdur. Ancaq bu qalıbdır da, çort üstünə. Bu axırıncı yol budur da, hə? Hə, da axırıncı yol. Axırıncı yola qoysan da özünü elə oldu. Mən gedirəm oradan yalandan şirinlik eləyirəm, Şəminin başını bişirirəm. Qapını açıb girən kimi dank təpəsindən qoysan yıxılır yerə. Oradan. Hə, bax, burada durarsan. Götürürük ayağından qoyuruq bagaja, aparırıq Bakıya.
Şirinlə ağsaqqal da özü gələr. Yaxşı? Hə, nəylə vurum onun başı? Bundan vur. Hə, bundan vurum, hə. Başqa söhbət eləmə ha, sonra biz tutub aparırlar. Hə, yaxşı. Səs salma. Burada. Azdan çoxdan sana deyirlər kasıbın olanından. Çox gözəl. Nətər idi Şəmi, nətər idi? Gördün? O niyə vurdu, nə baş? Bayaq demədin qapıdan girəndə vurarsan Şəmini, bayaq demədin. İşte ay şaşı. Hə. Yani yox, bunu. Şəm budur, mənə deyə də Şəm budur da, mən nə bilim Şəm budur. Mən nə bilim, hardan bilim mən, hə. Azeri torpağının hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Söz saç ey güneşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Gəl az qalıb başına çatır. Hara qalıb, hara sən hara aparırsan yenə məni, hara uçuruq ay şöşü. Yenə də bu biz neynir bizlə, hara gedirik? Uçmuruq, gəlirik. Hardan gəlirik axı, mənim niyə xəbərim yoxdur? Getmişdim Moskvaya, toy oxudum. Toyda damat düşdü, putulka ilə qoydular təpəndən, hər şey yadımdan. Nə danışırsan? Gəlirik. Tez otur başına. Gəlin, biraz tez olun. Nətər qoymusansa təpəsindən, o taxta ilə. Taxta ilə, Heç arvadı, qızı yanına düşmür, halaldı sənə. Eşidirsən, o taxtanı verəcəm sana, ondan mənim də təpəmə qoyarsan riskdən, hə. O qız var deyə sevdiyim qız, onu yaddan çıxardım da. Nə deyirsən, danışırsan, gəl otur maşına. Eşsən, yox, sən get, mən buradayım. Mən o ağsaqqalla Şirini gözləyirəm, sən get. Gəlirəm, Şəmi, otur maşına. Eşsən, sən get, mən burada ağsaqqalla Şirini gözləyirəm, sən get. Onlar özləri gələcək. Nə özləri gələcək, ben bunların pasportlarını saxladım özümdəki, Zaqran pasportlarını. Yük olmasınlar, ağır yükdür, qoymuşdur. Sən onların pasportunu özündən götürmüsən. Dedim yükdən, ağır yükdən, qoca kişidir, o Şirindir yanında. Dedim mən gətirim də, narahat olmaya gəlsinlər verəcəm, sən get. Tupoy, onlar qatar gələcək pasportu. Boy, sən ciş danırsan, samolyotla gələcək, nəyinə gələcək? Vardır hər bir yerdə hörməti, tapdı şəmi şaşıb fəlakəti. Yıxsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Yenə min bir olay hər mövsümdə, yanar da yaşar da ya da şəhərdə. ATV edəcəkdi bunu sizə görə, baxsın hər kəs gülə gülə. Söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Elad, mahnı neçəyə verərsən? Satılmır o. Elad, qalx. Biraz da, yuxarıdayım, qalx.